Havalanın əlverişli keçməsi bəzi ağacların çiçəklənməsinə, bəzilərinin isə bar gətirməsinə səbəb olur. Mütəxəssislər bunu normal hal olduğunu desələr də, bu halı möcüzə kimi qiymətləndirənlər də var. Sentyabr ayında çiçək açan alça və ikinci dəfə bar gətirən tut ağacı. Bu halla Yevlağın Bakı küçəsində rastlaşmaq olar. Həmin ərazidə yaşayan 63 yaşlı Arif Əhmədov dedi ki, bu halla ilk dəfədir qarşılaşır. 63 yaşım var, hələ mən belə şey görməmişdim. Təsadüf, indi baxıram ki, bəs alça orada çiçəkləyib, tut ağacı da burada. Bu Allahın möcüzəsi olar da, başqa nəyin ola bilər möcüzəsi? Ancaq Allahın. Aqronom Vidadi Şöybov isə bunu sırf təbiət hadisəsi kimi qiymətləndirdi. Onun sözlərinə görə bu aran zonasına xas olan bir haldır. Bizim aran zonasında təbiət ikidə boyanır. Fevral-mart ayları və iyul-avqust aylarında. Bu çiçəklənmə bütün kəndlərdə, ağaclarda baş verə bilir. Belə ki, əgər yüksək temperatura, yəni 25-30 dərəcə temperaturada ağac yenidən çiçəklənməyə başlayır. Ancaq getdikcə havanın soyuğu düşməsinə nəzərə alaraq ağacların çiçəklənməsi o qədər tozlanmır. Aqronom onu da qeyd etdi ki, havalar isti keçsə, hətta sentyabr-oktyabr aylarında ağaclar meyvə də gətirə bilər. Ancaq soyuqla əlaqədar həmin meyvələr keyfiyyətli olmur. Elnar İbrahimova, Tali Rəsulov, Faik Kərimov, LTV Yevlax.